Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan Radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pultu arxasında Minə xanım Mamayeva. Respublika rəhbəri Ramazan Abdullatyepov Rusiyanın Müsəlman Sahibkarlar Assosiasiyasının nümayəndələri ilə görüşüb. Xatırladırıq ki, müvafiq təşkilatın üzvləri başda onun rəhbəri Marat Kabayev olmaqla Dağıstana səfəri gedişində Respublika müftüsü Hacı Əhməd Abdullayev ilə Sənaye, Ticarət və İnvestisiyalar naziri Yusuf Umamovla görüşərək ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Ramazan Abdullatyepov assosiasiyanın işinə müsəlman sahibkar hüquqlarının xüsusiyyətlərini nəzərə alaraq hərtərəfli dəstəyə hazır olduğunu vurğuladı. Marat Kabayev öz çıxışında Tbilisi və Bakıda müxtəlif tədbirlərdə iştirak etdiklərini və işgüzar görüşlər çərçivəsində fikir mübadilələri apardıqlarını da qeyd etdi. Dərbəndin qədim tarixi abidələri ilə tanışlıqda xoş təəssüratlar bağışlayıb. Qeyd etmək yerinə düşər ki, assosiasiyaya öz fəaliyyətində İslam prinsiplərinə arxalanan və öz biznesini müvafiq tələblər əsasında quran sahibkarlar daxil ola bilər. Bununla yanaşı digər konfessiyaların nümayəndələri ilə də bu təşkilatda əməkdaşlıq istisna edilmir. Rossel-Xoz-Sentr Federal Büdcə İdarəsi Dağıstan filialının mətbuat xidmətindən daxil olmuş məlumata əsasən Dağıstanda 19.000 hektara yaxın kənd təsərrüfat məqsədli torpaqlarda çəyirtkə zərərvericiləri ilə mübarizə tədbirləri tətbiq olunur. Bugünə müvafiq işlər Babayurt və Kizlər rayonlarının köç heyvandarlıq zonalarında təmin edilib. Qeyd etmək istərdi ki, Dağıstanda 2015-ci ilə çəyirtkə dəstələri ilə mübarizə məqsədli bütün tədbirlərin təmininə 6 milyon rubl vəsait ayrılmışdır. Müvafiq işlərə kiçik aviasiya və 3 yerüstü aqreqat da cəlb edilib. Asiya çəyirtkəsi ələlxüsus Kaçübey köç heyvandarlıq zonasını basıb. Tarumov, Kizlər, Babayurt rayonlarının otlaqlarında Terik, Sulaq çayları ərazisində də fəal yayılmaqdadır. Dağıstanda məişət qazının partlayışından ağır xəsarət almış 2 uşaq Moskvanın Spiranski adına 9 nömrəli uşaq kliniki xəstəxanasına yerləşdirilib. Onlar artıq Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Moskvaya çatdırılmışlar. Qarabudaq kənd rayonunun Dorgeli kəndində qaz balonu ötən bazar günü avqust ayının 16-sında gündüz saat 16 radələrində fərdi evdə partlamışdır. Nəticədə 6 nəfər ağır vəziyyətdə Mahaçqalada Respublika Kliniki Xəstəxanası nəzdindəki yanıq mərkəzinə yerləşdirildi. Dərbənd şəhərində Respublika ərazisində ən böyük çoxfunksiyalı mərkəzlərdən biri işə salınıb. Dərbəndlər müxtəlif sənədləri məhz müvafiq xidmət növünün köməkliyi ilə əldə edə biləcəklər. Mərkəz Mənim sənədlərim yeni Ümumrusiya brendinə müvafiq olaraq inşa edilib və burada məhdud imkanlı şəhər sakinləri üçün də bütün gərəkli şərait tam təmin olunub. İctimai rəyin tədqiqi üzrə Ümumrusiya mərkəzinin məlumatına əsasən ölkənin hər ikinci vətəndaşı mənzil icarəsinin və digər kommunal xidmət növlərinin gözə çarpan artımını qeyd edir. Ərzaq məhsullarından daha çox ət bahalaşıb. Vətəndaşların 77% məhz bu artımı qeyd edirsə də, süd və şəkərə də qiymət artımını respondentlərin 68% etiraf etmişdir. Çoxları yay mövsümünün əksinə yönələn meyvə və tərəvəzlərə qiymətlərin artdığını da müşahidə edib. Çörək məmulatları da bahalaşır. Benzinə olan qiymət artımı isə əlbəttə ki, ictimai nəqliyyatda biletlərin bahalaşacağından xəbər verir. Bu da ölkə vətəndaşlarının 48%-ni narahat etməkdədir. Dağıstanlı idmançılar avqust ayının 24-dən 30-nədək Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək düzüdo üzrə dünya çempionatında iştirak edəcəklər. Rusiya komandası burada təqdim olunan bütün kateqoriyalarda çıxış edəcək. Komandanın tərkibinə Dağıstan İdman Məktəbinin nümayəndələri, Avropa çempionu Kamal Xan Məhəmmədov, Mənsur İsayev və Renat Səyidov daxildir.
Qadın turnirində respublikamızı Pəri Surakatova təmsil edəcək. Komanda yarışlarında isə milli yığma komanda Olimpiya çempionu Tahir Xaybullayevin və 2 dəfə Avropa çempionu Siracəddin Məhəmmədovun iştirakı ilə gücləndiriləcək. Siz son xəbərlərə qulaq asdınız.